Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, ölkə prezidenti cənab İlham Əliyevin təhsilə nə qədər böyük önəm verdiyini izah etmək üçün hər il açılan məktəblərin, təməli qoyulan məktəb müəssisələrinin sayına diqqət eləsək, bu yetərli ola bilər. Amma təhsilimizdə hələ də müəyyən problemlərin qalması hamımızı narahat edir. Hər bir məktəbin əsas siması məktəbin direktorudur, direktor müavinləridir. Elə universitetin də siması onun rektorudur. Rektorun xarakteri, direktorun kimliyi, o müəssisənin taleyinə çox önəmli təsir göstərir. Orada təhsil prosesinin nə qədər keyfiyyətli olmasını təmin edir. Azərbaycanda bugün Təhsil Nazirliyinin də etiraf elədiyi kimi 600 məktəbdə direktor vəzifəsi boşdur. Yəni 600 məktəbin siması görünməməkdədir. Və direktor seçimi üçün də hər dəfə yeni metodologiya kəşf olunur. Kiçik bir ölkəyik. Burada çox sayda da məktəbimiz yoxdur. Yəni Rusiya, Amerika Birləşmiş Ştatları kimi, Avropa ölkələri kimi. Bir direktor seçimi nədir ki? Bu qədər testdən, bu qədər mərhələdən keçmək. 2 yerə bölünür, 500 nəfərə dək olan məktəblərdə bir prosedur gedir. Oranın məktəb direktor müavinləri, bir də məktəb müəllimləri arasından müsabiqə yolu ilə bu seçilir. 500-dən çox olanda isə 3 mərhələli sistem qoyulur. Mürəkkəb bir labirint yaradılır və heç də layiqli insanların məktəb direktoru seçilməsini təmin etmək mümkün olmur. Və bu da məktəblərdə təhsilin səviyyəsini xeyli aşağı salır. Bu bir ümummilli problem olduğuna görə mən dilə gətirirəm. Axı bu məktəblərdə çox sadə bir mexanizm var. Hər məktəbin məktəb direktor müavinləri var. Xarici ölkələrdə belədir. Burada da mərhələlər var, çətinliklə seçilir. Amma müəyyən qoyublar, 10 il stajı olan adam məktəb direktoru seçilə bilər. Finlandiyada, başqa ölkələrdə bu meyar tətbiq olunur. Yəni, bunun içindən məktəbdə rəy sorğusu keçilirsən, kollektiv içində və 10 il stajı olan insanlardan birini seçirsən. Yaxud da bir kadr bankı yaradılır və qısa müddətdə bu kadr bankı 5 il keçib, 10 il keçib. Necə olub ki, məktəb direktoru kadr bankı lazımı səviyyədə yaradılmıyor və bu da məktəblər tənəzzülə uğrayır. 1 il, 2 il itirilən təhsil sonradan uşaqların taleyində öz sözünü söyləmiş olur. Digər tərəfdən, xaricdə 100 milyonlarla vəsait biz xərcləyirik və tələbə yetişdiririk. Qayıdıb gəlirlər, böyük əksəriyyəti işlə təmin olunmur. Özləri təşəbbüs göstərməyincə, valideynləri ora-bura, o biri qapını döyməyincə bundan maraqlanan yoxdur. Xeyli hissəsi bizə müraciət edir ki, bizim işlə təmin olunmamıza kömək eləyin. Yəni, bu məsələyə ciddi diqqət yedim. Dövlət pul xərcləyib, dövlətin vəsaiti gedib, çox prezident böyük bir təşəbbüs göstərib, bu adamlar yetişiblər mütəxəssis kimi. Bunu işlə təmin olunması ilə maraqlanmaq lazım. Əsas bu məsələlərə diqqət yönəltmək vacibdir. Təşəkkür edirəm.